Salam əzizləyicilər, xoş gördük hər birinizi. Monitorinq imtahanına hazırlaşan şagirdlərimiz üçün olan növbəti mini sınağımıza baxırsınız. Mini sınaq nəyə deyilir? Mini sınaq hər həftə 10 sualdan ibarət olan məktəb dərsliyinin ardıcılığına uyğun olaraq suallardan ibarət olan sınağa deyilir və bu sınaq hər həftə Ağabəyli Samədin YouTube kanalında sizlər üçün izahı verilir. Təbii ki, izahdan əvvəl PDF əldə edib işləmək istəyirsinizsə 077 752 2893 WhatsApp nömrəsinə yazaraq siz də həmin bu mini sınaqları əldə edə bilərsiniz. Həmçinin aylıq ümumi sınaqlarımız da olur. Yenə bu nömrəyə yazaraq ümumi sınaqlarımızı da ödənişsiz şəkildə əldə edə bilərsiniz. Başlayaq birinci sualımızdan. Çıxma ilə bağlı olan bir sualımızdır. 487.256 çıxılsın 128.679. Əvvəlcə nə edəcəyik? 679. Əvvəlcə 16'dan 9 çıxacaq. 16'dan 9 çıxanda edəcək 7. Yazdıq bura 7. Və buradan bir yadda aldığımıza görə burada 15 yox 14 qalıb. 14'dən 7 çıxacaq 7. Burada da bir yadda aldığımıza görə artıq 2 yox 1 qalıb. Yəni 11. 11'dən 6 çıxanda 5. Burada da 6 qalıb. 7'dən bir yadda almışıq. 16'dan 8 çıxanda 8. Burada qalıb 7. 7'dən 2 çıxanda 5. Burada 4 qalıb. 4'dən 1 çıxanda 3. 358.577. Doğru cavabımız olur A variantı 358.577'ye bərabər. İkinci sualımıza gəldik. Görək ikinci sualımız nədir? Bir şirkət bir ayda 508.762 manat qazanıb. Aha. Növbəti ay gəlir 249.835 manat. Üçüncü ay isə əvvəlki 2 ayın birlikdə qazancından 98.400 manat az olub. 3 ayın ümumi gəlirini tapın. Deməli, şirkət bir ayda, yazıram bir ayda 508.762 manat qazanıb. Pəh, qazanıb. Növbəti ay, yəni ikinci ayda gəlir 249.835 manat olub. Bu da olub 249.835 manat. Düzdürmü? Üçüncü ay isə əvvəlki 2 ayın birlikdə qazancından 98.400 manat az olub. Mən də əvvəlki 2 ayın birlikdə qazancını tapacağım. Gəlin tapaq. 508.762 üstə gəlsin 249.835. 2 üstə gəl 5, 7. 6 üstə gəl 3, 9. 7 üstə gəl 8, 15. Bir yadda. 8 üstə gəl 9, 17. O da bir yadda. 18 bir yadda. 0 üstə gəl 4, 4. Bir yaddamız 5 elədi. 5 üstə gəl 2, 7. Deməli, 3-cü ay birinci və ikinci ayın birlikdə qazancından, yəni 758.597-dən bu qədər az olmalıdır. Az deyirsə çıxacam da 98.400. 7'dən 0 çıxdım 7. 9'dan 0 çıxdım 9. 5'dən 4 çıxdım 1. 8'dən 8 çıxdım fısır. 15'dən 9 çıxdım 6 və burada da 6. Deməli, 3-cü ayın qazancı 660.197 manat imiş. Bizdən də 3 ayın ümumi gəlirini soruşur. 3 ay, yəni bunların hamısını nə etməliyəm? Toplamalıyam. Mən bayaq hazır bu ikisini toplamışdım da yadınıza gəlirsə. 758.597-ni onsuz da almışdım. Bir dənə üzərinə sonuncu ayı da gələcəm. Yəni onsuz da bu ikisi hazır toplanmış idi da. Sonuncu ayda üzərinə gələcəm və sualın cavabı hop hazır. 7 üstə gəl 7, 14 bir yadda. 18'in üstə 1 gəldim 19 bir yadda. 6'ın üstə 1 gəldim 7, 8. 5 üstə gəl 6, 11 bir yadda. 13'ün üstə 1 gələndə 14. 1.418.794 A variantı bizim cavabımızdır. Üçüncü sual. Kartları yanaşı qoymaqla alınan ən böyük və ən kiçik ədədin fərqini tapın. Ən böyük istəyirsinizsə, təbii ki, ən böyük ədədi qabağa yazacaqsınız. 6, 4, 2, 1. Yəni, ən böyük istədiyinə görə birinci böyükləri düzdür. 6421. Sonra ən kiçik ədədinə görə 1246. Yəni, bayaqki ədədi tərsinə düzdür. Fərqini hesablayın, çıxdım bir-birindən. 11'dən 6 çıxanda 5. 11'dən 6 çıxdım 5. Burada nə qalıb? Burada qalıb. 2'dən 1'in vermişdim. Bura 1 qalıb. 11'dən 4 çıxanda 7. Burada da 3 qalıb. 3'dən 2 çıxanda 1. 6'dan 1 çıxanda 5. 5000
175 bizim cevabımızdır. Dördüncü sualımız. Bu video sizə faydalıdırsa videomuzu bəyənin, paylaşın. Bu linki öz sinif yoldaşlarınıza, ətrafınızdakı 4-cü sinifdə olan şagirdlərə göndərməklə siz də onlara faydalı olmuş olarsınız. Bir mağazaya hər ay əvvəlki ay ilə müqayisədə 100 telefon artıq gətirilir. Yanvar ayında mağazaya 3200 telefon gətirilir. Əgər bu artım ilin sonuna qədər sabit qalarsa, iyun ayı daxil olmaqla mağazada ümumilikdə neçə telefon olar? Bax, yanvar, fevral, mart, aprel, aprel, may və iyun. İyun ayı. Deyir ki, yanvar ayında 3200 telefon gəlib. 3200 telefon. Hər ay əvvəlki ay ilə müqayisədə 100 telefon artıq gətirilir. Deməli, növbəti ay 100 telefon artıq gətiriləcək. Yəni, 3300 olacaq, 100'ü artıq oldu. 3400, 3500, 3600 və 3700. Hamısı 100 artdı. Çünki hər ay 100 artdı. İndi bunların hamısını toplayacağım və sualımızın cevabı hazırdır. Gəlin yazaq. 3200, üstə gəl 3300, 3400, 3500, 3600, 3700 bərabərdir. Fısır. 2'nin üzərinə 3 gəlirəm, 5. 5'in üstə 4 gəlirəm, 9. Üstünə 5 gəlirəm, 14. 6 gəlirəm, 20. 7 gəlirəm, 27. 7 yazdım, 2 yatdı. 1, 2, 3, 4, 5, 6 dənə də 3 var, 18. Bu da 2, 20. Yəni 20.700 telefon olacaqdır. Variantı bizim doğru cavabdır. 5-ci sual. Soyduzunun qiyməti 450 manatdır. Hər biri üçün 20 manat indirim olmaqla 2 eyni soyduzu alan müştəri nə qədər pul ödəməlidir? 450 manat, düzdür? Hər biri 20 manat indirim olmaqla, yəni 430 manat, 430 manat. 2 eyni soyuducu alan müştəri nə qədər pul ödəməli? Toplayıram, bərabərdir 860 manat ödəməlidir. Cavab oldu A variantı 860'a bərabər. 6-cı sual. Azalan ilə fərqin cəmi 168'dir. Baxın, çıxılan da 24'dür. Yazıram, azalan, çıxılan, fərq. Azalan çıx 24 bərabərdir fərqə. İndi bizə deyir ki, azalan ilə fərqin cəmi 168'dir. Azalanı tapın. Siz burada nəyə fikir verməlisiniz? Biz azalan ilə fərqin ikisini toplayanda nə yaza bilirik? 24, 168 yaza bilirik. Burada əvəz etmədən istifadə edə bilərik. Bir neçə üsulumuz var. Ürəyini istəyən üsuldan istifadə etmək olar. Yəni bunların cəmi 168'dir. O deməkdir ki, toplasaq 168 verəcək. Bax, bu misalda azalan, çıx fərq bərabərdir 24 deməkdir. Bilirsinizsə, fərqi sola keçirdim, 24'ü sağa keçirdim. Azalan, çıx fərq 24 elədi. Bir də yazıb ki, azalan üstə gəl fərq bərabərdir 168. Qayda bilməyənlər üçün belə bir qayda başa salın. Baxın, 2 ədədin cəmini və fərqini veriblər. A ilə F-nın həm cəmi var, həm də fərqi var. Sizdən birinci yerdə dayanan ədədi istəyirsə, yəni azalanı istəyirsə, verilən bu cavabları toplayıb 2'yə böləcəksən. Yox, əgər səndən fərqi istəsəydi, yəni balacanı istəsəydi, o zaman verilən bu cavabları çıxıb 2'yə bölərdin. İndi məndən azalanı istəyir, yəni qabaqda olanı istəyir deyə 24 ilə 168'i toplayacağım. 2 yazdım, 1 yadda 8, 9, bu da 192. 192'ni 2'yə böləcəm. Eləcək 9, 6. 96 C variantı mənim cavabımdır. Bir daha deyirəm. Biz burada başa düşdük ki, azalanla fərqin bir-birindən çıxanda 24 edir. Çünki çıxılan 24 o demək ki, aralarında 24 vahid fərq var. Yəni azalandan fərqi çıxanda 24 eləyəcək. Cəmi də 168'dir. Belə olduğu halda bu düsturu sənin üçün qısa yol kimi başa salıram. Birincini qabaqda dayanı tapanda bunları topla bölü 2'yə. İkincini arkada dayanı tapanda bunları çıx bölü 2'yə. Hər zaman cavabı alacaqsan. 7. Bir sex hər gün 2355 stul istehsal edir. İşçilər 5 gün işləsə ümumilikdə neçə stul istehsal edirlər? Bir günə 2355 isə, bəs 5 günə nə qədərdir? Buna görə bunu 5'ə vururum. 5 yazdım, 2 yadda.
25, o da 2, 27, 2 yadda. 15, o da 2, 17, 1 yadda. 11.775 bizim cavabımızdır. Bir daha deyirəm, hər həftə keçirilən ödənişsiz sınaqlarımızın PDF-ini əldə etmək üçün 077 752 28 93 WhatsApp nömrəsinə yaza bilərsiniz. Icebergin dəniz səviyyəsindən hündürlüyü 355.256 metrdir. 355.256 metrdir. Dənizdən aşağı çökəkliyi isə yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 800 alınan ən kiçik ədəddir. Baxın, yüzlüyə qədər yuvarlaqlaşdırdıqda 800 alınan ən kiçik ədəd tapmaq istəyirsənsə, 100-ü 2-yə bölürsən 50 və 800-dən 50-ni çıxırsan. Edir 750. Bir daha deyirəm, yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 800 alınan ən kiçik ədədimiz 750-dir. Necə tapdın? Yüzlüyə qədər deyir deyə 100-ü 2-yə böldüm 50 və 800-dən 50-ni çıxdım. Və ya əzbər bilməlisən ki, 8-i bir vahid aşağı yazmalıyım 7, sağına 5, qalanları üzr istəyirəm, qalanları 0. Yəni elə də belə də bu 750-dir və deyir ki, ən kiçik ədəddir 750-dir. Baxın, icebergin dəniz səviyyəsindən hündürlüyü bu qədərdir. Dənizdən aşağı çökəkliyi isə bu qədərdir. Icebergin ümumi uzunluğu bax bunların cəmidir. Elə bura dənizdir. Icebergin bir çökəkliyi var, bir də görünən hissəsi belə bir hündürlüyü var. Hündürlüyü budur, çökəkliyi də budur. Sən bu ikisini toplamalısan ki, ümumi icebergin hündürlüyün tapa biləsən. Bu da deyir 356.006. Yəni 355.256 ilə 750 ədədini topladım və cavabı almış oldum. Yenə də hesablama hissəsinə diqqətlə baxın. Birdən də olur da insandır, qocalıb müəllimimiz. Birdən gözündən nəsə qaçar, hesablama səhv olar və siz hesablama hissəsini özünüz edin ki, hesablama səhvinə yol verməyəsiniz. 9. 4 ardıcıl ən kiçik 2 rəqəmli cüt ədədin cəmini. Baxın, ən kiçik 2 rəqəmli cüt ədəd 10-dur. 4 ardıcıl deyir. 12, 14, 16. Çünki cüt deyir. 4 ardıcıl deyir. Ən kiçik 2 rəqəmli cüt ədəd deyir. Bunların cəmi toplayacağım. Bərabərdir. 10, 12, 14 və 16-nı toplasaz 52 eləyəcək. 52-ni onluqlara qədər yuvarlaqlaşdır. 52-ni onluqlara qədər yuvarlaqlaşdıranda onluğun sağındakı ədəd bir vahid artım vermir. Yəni bu yuvarlaqlaşır 50-yə bərabər olmuş olur. Getdik 10-cu sualımıza. Balıqçı səhər tezdən tuta bildiyi balıqları böyük yeşiklərə yığmışdı. Səhər saat 8-də yeşiklərdə bu qədər balıq vardı. Günorta bazara aparmaq üçün isə həmin balıqlardan 78.965 kiloqram götürüldü. Günortadan sonra balıqçıya başqa qayıqdan 25.600 kiloqram balıq da gətirildi. Günün sonunda yeşiklərdə neçə kiloqram balıq qaldı? Baxın, 8-də bu qədər var idi. 126.480. Günorta bazara aparmaq üçün həmin balıqlardan çıxılsın 78.965-ini apardılar. Günortadan sonra balıqçıya başqa qayıqdan da 25.600 kiloqram balığı gətirdilər. Siz indi bu sualı sizə videonun altına tapşırıq olaraq verirəm. Yəni 10-cu sualımız tapşırıqdır və bu tapşırığın cavabını mütləq şəkildə rəy bölməsinə qeyd edin. Nə edəcəksiniz? 126.480 ədədindən çıxacaqsınız 78.965 ədədini. Alınan cavabın üzərinə gələcəksiniz 25.600. Və elə bilin ki, videonu saxladınız, rəy bölməsinə tapşırıq 1 yazıb cavabı qeyd etdiniz. İndi isə doğru cavabı deyirəm sizə. 73.115 balıq. Əgər düz almışsınızsa rəydə də mütləq qeyd edin ki, müəllim, filan ədəd və mən cavabı düz almışam. Bir daha əlaqə nömrəmizi xatırladıram. Həm aylıq sınaqlar üçün, həm də həftəlik mini sınaqlar üçün ödənişsiz şəkildə PDF-i əldə edib özünüz işləmək istəyirsinizsə və yaxud da bizim saytımızda vaxtla sınaqlar işləmək istəyirsinizsə, bu nömrəyə yazaraq bütün məlumatları əldə edə bilərsiniz. Videomuzu bəyənin, paylaşın və kanalımıza abunə olun ki, bu tipli videolardan vaxtında xəbərdar olasınız. Sağ olun, növbəti dərslərdə görüşərik. Hələlik.